elədi və 23-cü günün gecələrindən biz artıq tək gecələrin artıq ikincisinə qədəm qoyuruq. Təbii ki, Ramazanın hər bir gecəsi və xüsusən son 10 gecəsinin istər tərk gecəsi, istər cüd gecəsi hamısı önəmlidir, hamısı dəyərlidir və qədri qiyməti Allah qatında böyüdür. Lakin tək gecələr daha ehtimallıdır, daha ehtimal olunur ki, qədir gecələrindən bir gecəyə düşsün. Və biz o gecələrdən birindəyik. Allahdan istəyirəm ki, Allah Teala bizə o gecənin savabını əldə eləməyə və o gecə ibadət eləməyi bacarmağı, ona müvəffəq olmağı bizə asanlaşdırsın. Və təbii ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ən gözəl olan şeylərə insanları rəğbətləndirib və bu ayın da son 10 gecəsini Ayşə radiyallahu anhəyə bir dua öyrətmişdi. Hansı ki, o duanı bu gecələr eləməyi tövsiyə etmişdi Ayşə radiyallahu anhəyə və demişdi ki, Ayşə, denən ki, Allahümmə innəkə afuvun tuhibbul afvə fəəfu anni. Allahım, sən əff etməyi, əff edənsən və əff etməyi sevirsən və həmçinin məni əff elə. Yəni, hədisdə görsənir ki, birinci Allah Teala'nın əff edən olmasını təsdiq edirsən, Allah Teala'ya tərif edirsən, səna edirsən, deyirsən ki, Allahım, sən əff edənsən. Və sonra deyirsən ki, Allahım, sən bu əff etməyi sevirsən və o zaman mənə əff elə. Və Allah subhanahu wa ta'ala qullarına əzab vermək istəmir. Onları oda salmaq istəmir, əksinə əffi sevir, bağışlamağı sevir və ona görə də qullarına əmr edib ki, ondan bağışlanma istəsinlər. Ona görə bugün, xüsusən bu gecələr, yəni çoxalt bu duanı, Allahım, sən əff edənsən və əff etməyi sevirsən, mənə əff elə. Hətta yolda, maşında gedə-gedə, hətta yerində uzana-uzana, hətta namazda, hətta səcdədə, fərqi yoxdur, hansısa bir halda olursansa ol və bu duanı yaddan çıxartma. Və sonra bil ki, Allah Teala bu gecələri öz qatında başqa gecələrdən ayırıb və o gecələrdən birinin adını Qədir gecəsi adlandırıb. Və Allah Teala bu gecə barədə hətta Quranda xüsusi bir surə də nazil edib və buyurub ki, Allah Teala buyurur ki, Qədir gecəsi, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Və sonra buyurub ki, Qədir gecəsi 1000 aydan xeyirlidir. O gecə mələklər və ruh nazil olur. Mələklər və ruh nazil olur. Ruh Cəbrail, yəni Cəbrail əleyhissalam. Rəbbinin izni ilə nazil olur. Sonra Allah təala buyurur ki, o gecə salamatçılıqdır, hətta günəş çıxana qədər, hətta fəcr vaxtı gələnə qədər o salamatçılıqdan istifadə eləmək, o salamatçılıq vaxtı dua eləmək və o vaxtı qənimət bilmək, o vaxtı istifadə eləmək bizim hər birimiz üçün böyük məsələlərdəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazan gecələrini ayaq üstə qalxarsa imanla və əcrin mükafatını Allahdan istəməklə Allah onun keçmiş günahlarını bağışlayar. Həqiqətən hər birimizin ehtiyacı olan məsələlərdəndir. Keçmişdə olan günahlarımızın bağışlanması, Allah Teala'nın bizi əff eləməsi, hansı ki bu günlər ən böyük qənimətdir və ən böyük neymətdir, ondan istifadə edək və çalışaq ən bacardığımız güclə, yəni ən son qüvvətimizdə ki, nə qədər bacarıq bu gecə dua edək. Allahım, sən bağışlayansan, əff edənsən, əff etməyi sevirsən, məni əff elə. Bu duanı çoxalt, hətta Allah subhanahu wa ta'ala səni bağışlasın, əff etsin və rəhm etsin və bütün əcri də Allahdan gözlə və Allahdan bağışlanmağını rəca et, ümid et. Kim belə olarsa, Allah Teala onu bağışlayar. Və selamu aleykum və rəhmətullah.